Salam, hər vaxtınız xeyir olsun. Bugün 13 aprel 9-cu sinif buraxılış imtahanı suallarının izahına baxırıq. Birinci sual, yəni 57-dən başlayırıq. Düzbucaqlının uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalar? Düzbucaqlının uzunluğunu x qəbul edək, enini y. Bunun sahəsi əvvəlcə x vur y olacaq, düzdür? Sonra keçirik, uzunluğunu 40% azaltsaq. 100%-dən 40%-i çıxanda 60%. 60% yəni 0,6x. Hardan gəlir? X-i vururuq 60-a, böldürük 100-ə. N isə 20% azaltdıqda 100-dən 20 çıxdıq 80, o da 0,8 y. Sahəsi necə olacaq? 0,6x-i vuranda 0,8 y-ə 0,48 x y. Əvvəl, yəni bunda faizə keçəndə 100-ə vururuq, nə qədər oldu? 48%. Əvvəl 100% idi. Oldu 48%. Burada azalma gedib. Nə qədər azalma gedib? 100-dən 48 çıxırıq. 52% azalıb. Ona görə oldu cavab A bəndi. Keçirik növbəti sual 58. Kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Kubun əvvəlcə düsturunu yazaq. A-nın kubu. A burada tildir. Həcmlə til kub asıldı. Baxın. Yəni, həcmi 2 dəfə azaltdıqda onda til də 3 dəfə azalacaq. Yəni, əvvəlcə biz 2-ni yazırıq. Bu axı tillə həcm kub asıldı və düz mütənasibdir. İndi tili 2 dəfə azalırsa, onda 2-nin kubu olur 8. 8 dəfə azalır axı, düzdür, yəni 8-də 1. 8 dəfə azaldığına görə həcm də 8 dəfə azalacaq. Ona görə cavab olacaq A bəndi. Ümumiyyətlə, əvvəlcə nəyə baxırıq? Burada da asıllığa baxırıq. Həcmlə til düz mütənasibdir. Əgər til nə qədər azalarsa, neçə dəfə azalarsa, həcm də o qədər azalacaq. Til nə qədər neçə dəfə artarsa, həcm də o qədər artacaq və ya azalacaq. Düz asılı olduğuna görə. Keçirik 59 nömrəli suala. AOB açıq bucaqdır. CO AB-yə perpendikulyardır. Və DOC 25-dir. 25-i yazırıq bura. Bu da 90-dır. Və ümumi bilirik ki, açıq bucaq 180 dərəcədir. Bizdən AOD-ni soruşur. Bura x yazsaq, onda yazarıq x üstə gəl 25 dərəcə, üstə gəl 90 dərəcə, bərabərdir 180 dərəcə. X bərabər olacaq 180-dən çıxırıq 90-ı, çıxırıq 25-i. Olacaq 90-dan 25 çıxanda 65 dərəcə. Oldu cavab C bəndi. Keçirik 60 nömrəli suala. Burada kəsirini ixtisar edin. Kəsiri ixtisar eləmək üçün burada ortaq vuruqlar çıxartmalıyıq. Belə baxaq da, m kvadrat 5n. M kvadratı ilə 5n-i bir götürək. Daha doğrusu m-ni qruplaşdıraq. Mənfi 5n-i də müsbət 5n-i bir qruplaşdıraq. Bir dənə buranı silək. Yazıram buradan. Deməli, m kvadrat çıxılsın m-in, çıxılsın 5n və qruplaşdırıram. Sonra orta vuruq çıxardacağım. Bölünsün 25 çıxılsın m kvadrat. Yuxarıda m kvadrat ilə m-dən orta vuruq m-i çıxartsam, olacaq m çıxılsın n, çıxılsın. İkincidən də buradan da 5-i çıxardıram orta vuruq. 5-i çıxardandan sonra birinci tərəfdə n çıx m. Bir dəqiqə n çıx m və aşağıda da olacaq 25 çıxılsın m kvadrat. Mən sürətdə bu ikinci bu çıxılsın 5-i plus 5 yazsam, bunların yerini dəyişib m çıxın yaza bilərəm. 25 çıxılsın m kvadrat və yenidən sürətdə yazıram. İndi ortaq burada vuruq m çıxılsın n oldu və birinci tərəfdə m, ikinci tərəfdə plus 5. Məxrəcdə də müxtəsər vurma düsturu 5 çıxılsın m, 5 üstə gəl m. Bunlar ixtisar getdi. Qaldı sürətdə m çıx n, məxrəcdə 5 çıx m. B bəndi. Keçirik, deməli bu 61 nömrəli suala.
3 vurulsun x minus 2 bərabərdir 6. Bunu 2 sonuna eləyə bilərik. Həm mötərizəni aça da bilərik. Amma mötərizəni açmadan daha asan yolla. X çıxılsın 2-ni tapanda burada 6-nı bölürük 3-ə. Eləyir 2. X də bərabərdir 4. Cavab oldu C bəndi. 62 nömrəli sualın həllinə baxırıq. Sistem tənliyib. Toplama üsulunu etsək, hər tərəf toplayanda burada müsbət mənfi getdi. 2x-ın üstünə 1x gələndə 3x bərabərdir 0-ın üzərinə 6 gələndə 6x oldu 2. Cavab B bəndi. 63 nömrəli suala baxırıq. Burada hansı nöqtə y bərabərdir mənfi 2x plus 6 funksiyasının qrafik üzərindədir? Qrafik üzərindədir o deməkdir ki, x-a qiymət verəndə y-i alırıqsa, yəni bərabərliyin sol tərəfi sağ tərəfinə bərabərdirsə və ya sağ sola bərabərdirsə, deməli üzərindədir. Gəlin yoxlayaq. Birinci bilir ki, x-in qiymətidir. X-in yerinə 6 yazaq. A bəndini yoxlayaq. Mənfi 2 vurulsun 6 üstə gəl 6 görək. Nə verəcək bizə? 0 verəcəkmi? İkinci bu x-i, bu da y. Görək 0 verirmi? Mənfi 12-nin üzərinə 6 gələndə mənfi 6 0-a bərabər deyil, axı A ola bilməz. Gedirik B bəndini yoxlamağa. X-in yerinə 4 yazırıq. Mənfi 2 vurulsun 4. Üstə gəl 6. Görək 9-u verəcək. Mənfi 8-in üstünə 6 gələndə mənfi 2 9-a bərabər deyil. B-ni də ala bilmərik. C bəndini yoxlayırıq. X-in yerinə mənfi 3 yazırıq. Mənfi 2 vurulsun mənfi 3. Üstə gəl 6 bərabərdir. Görək 0-ı verəcəkmi? Müsbət 6 üstə gəl 6. 12 0-a bərabər deyil axı. C bəndi də olmayacaq. D bəndini yoxlayırıq. Mənfi 2 vurulsun mənfi 5. Üstə gəl 6. Bərabərdir. Görək 16-nı alırıqmı? Mənfi 2 mənfi 5-ə vurulanda müsbət 10. Üstə gəl 6 16. Bəli 16 16-ya bərabər. Deməli ki D bəndidir cavab. 64. Əlküb 18 36 üstə gəl əbob 10 11 cəmini hesablayın. Əlküb 18 16 bilirik ki 18 36-ya fikir verin. Biri digərinə bölünürsə böyük cavab əlkübün olurdu. Kiçik cavab əbobun olurdu. Burada əlküb olduğuna görə bizim burada cavabımız 36 olacaq. Böyük cavabı götürür və yaxud da vuruqları ayırıb təhlil edə bilərsiniz. Əbob 10 11 qarşılığı sadə ədədlər əbob 1-ə bərabərdir. Çünki 10 11 qarşılığı sadədir. Ortaq vuruqları yoxdur. Cavab olacaq 36 üstə gəl 1, 37 Y bəndi. 64 sonra 65. Tənasübü tapın çarpaz. X vurulsun 15 bərabərdir 21 vurulsun 5. 15 ilə 5-in hər ikisi burada 5-ə bölünür. 3. 3x bərabərdir 21-ə. X da oldu 7. C bəndi. 66. İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını tapın. Ehtimal tapanı deməli, məxrəcimizdə onu yazırıq. Sonra axtarırıq nəyi? İlk 10 natural, yəni 10 da daxil olmağının orada ədədlər verir və sadə ədədləri soruşur. Ən kiçik sadə ədəd 2-dir. 2-ni yazdıq. Sonra 3-dür. Sonra 5-dir. 7, 8, 9, 10 olmazdı. Onlar mürəkkəbdir. 4 dənəsi. 10-da 4, ixtisarləsək 5-də 2. Y bəndi. 67 nömrəli suala baxırıq. Mərkəzi O nöqtəsində olan çevrədə A, B, O 22-dir. Verilənləri üzərində qeyd edirik. 22, A, C, O 28 və bizdən BAC-ni soruşur, buranı soruşur. Bura X yazsam, bu BC qövsü nə olacaq? Daxilə çəkilmiş bucaqda, onda BC olacaq 2X. BC əgər 2x-dırsa bu qövsümüz, BOC axı mərkəzi bucaqda, burada 2x olacaq. Deməli, burada bu, baxın, fikir verin, A, BOC. Bu qaydamız vardı bizim. Bu qaydada biz nə edirdik? Baxın, dəngədə salaq. Tutaq ki, bura alfadır, bura betadır, bura gammadır, burada bir x-dir. Biz x-i tapanda alfa, beta, gammanın cəmini tapırdıq. Bir qayda düzdür. Burada da həmin qaydanı yazıram. Ortadakı hissə, yəni bu 2x bərabərdir. Bu qolların cəmi. 22 üstə gəlir 28 üstə gəlir x. Ondan sonra 2x-dən x bərabərdir. 22 üstə 28 oldu cavab 50. A bəndi. Deməli 67 sonra gəlir 68. Tərəfi 12 olan kvadratın perimetrini tapın. Tərəfi 12 olan kvadrat hər tərəfi 12-dir. Perimetri nə olacaq? 12-ni vuracaqsınız 4-ə. 48 D bəndi. 69. İfadənin qiymətini hesablayın. Vurmada ixtisar apara bilərik də. Burada vurmalar var. 56 ilə 14 hər ikisi
Elə 56 14-ə gedir 4 dəfə. Sürətdə olur 4 vurulsun mənfi 15. Aşağıda da olur 20 çıxılsın 5-i ona vuranda 50. 20-dən 50 çıxanda məxrəcdə olur mənfi 30. Sürətdə olur mənfi 60. 60 30-a böldük. Mənfiləri getdi. Cavab oldu 2. Y bəndi. 70 nömrəli suala baxırıq. Elə ortaq vuruqlar x plus y-dir. Buradan x plus y çıxardan zaman birinci tərəfdə c qalır, ikinci tərəfdə c çıxılsın d qalır. X plus y vurulsun c minus d. A bəndi. 71 nömrəli suala baxırıq. Deməli, A çoxluğu burada yəqin ki 1 düşür də. 1 oxşuyur. A çoxluğu 1, 2, 4, 5, 6. B çoxluğu 0, 1, 2, 3, 5 verilib. A ilə B-nin kəsişməsini tapaq əvvəlcə. Mötərizənin içində həll edək, sonra C-ni çıxarıq. A ilə B-nin kəsişməsi olacaq. Hər ikisində olanlar 1, 2, deməli 4 yoxdur, 5, 1, 2, 5. Bu kəsişmədir. Bundan çıxırıq biz C-ni. C-miz də nədir? 0, 1, 3 al. Yəni A-da olanlar C-də olmasın. Yəni kəsişmədə olan qiymətlər C-də olmasın. Kəsişmədə nə var? 1 var. C-də var, götürmürəm. Kəsişmədə 2 var. C-də yoxdur, götürürəm. 2-ni götürdük. Kəsişmədə 5 var. C-də yoxdur. Götürürəm. 2 ilə 5. Cavab oldu B bəndi. 72 nömrəli suala baxırıq. AB üstəgəl BA bərabərdir 88 vurulsun A minus B. Biz buradan birinci tərəfi açaq. 10A üstəgəl B üstəgəl 10B üstəgəl A bərabərdir. Sağ tərəfi də açaq. 88A çox 88B. 10A'nın üstünə 1A 11A üstəgəl 11B bərabərdir. 88A çox 88B. 11A'dan 88A'nı çıxanda mənfi 77A bərabərdir. Mənfi 99B. 11-ə bölsək 7A bərabərdir 9B. A 7-dir, B də 9-dur. İki rəqəmli ədədi AB 79. Keçirik 73 nömrəli suala. 73 nömrəli sualda qarşı təpələrindən biri koordinat başlanğıcında bir dənə kvadrat qeyd edirik. Kvadratın qarşı təpələri məsələn A, B, C, D. B-ni verib 8 ilə mənfi 8. Deyir, digərdə koordinat başlanğıcında nə oldu, düzdür? Kvadratın bizdən sahəsini soruşur. Mən kvadratın sahəsini tapmaq istəyirəmsə, birinci onun tərəfini bilməliyəm. Bir də biz buradan bunun diaqonalını çəkək. BD. BD-nin uzunluğunu tapmaq lazımdır. BD-nin uzunluğunu parçanın uzunluğundan bilirik ki, sondan əvvəl çıxırıq. 0-dan 8 çıxdıq. 8, yəni mənfi 8. Yenə 0-dan çıxırıq mənfi 8 oldu 8. Bunun da uzunluğunu tapanda 8-in kvadratı üstəgəl 8-in kvadratı kök altında 128. O da 64 vurulsun ki, yəni 8 kökdə 2-dir. Diaqonal oldu 8 kökdə 2. Əgər diaqonalım mənim 8 kökdə 2-dirsə, onda bura 8, 8 imiş, düzdür? Kvadratın diaqonalı A kökdə 2-dirsə, tərəfi A-dır. Və sahəsi olacaq 8-in kvadratı 64. 74 nömrəli suala baxırıq. Bu 2-ni mötərizəni vuraq açaq. 2-ni vururuq birinci bura. Hamısına vuraq açaq. Deməli, 2-ni vuranda birinci hissəyə olur 2,85-in kvadratı üstəgəl. İkinci hissəyə vuranda 7,15-in kvadratı üstəgəl 2 vurulsun. 2,85 vur 7,15. Bu oldu müxtəsər vurma düsturu. Birincini, baxın, bu düstur. Birincinin kvadratı üstəgəl 2 vurulsun. Həm birinci, həm ikinci, üstəgəl axırıncının kvadratı. Və həmin düstura əsasən biz bu açılmış düsturu bağlayırıq. Yazırıq 2,85 üstəgəl 7,15-in kvadratı. Mötərizənin içini hesablasaq 10, onun da kvadratı olacaq 100. Keçirik 75 nömrəli suala. X, Y, Z natural ədədləri üçün X vur Y 6-dırsa, Y vur Z 18 ən kiçik qiymətini istəyir. Ən kiçik qiymət istəyirsə biz burada fikirləşirik indi. Məsələn, biz Y-ə 1 versək, ortaq 1-dir də, onda X 6 olur, Z də 18 olur. Biz cəmləyəndə X-lə Y çox olur da. Baxın, 6 üstəgəl 1 üstəgəl 18, bu olur 25. Digər ehtimala baxsaq, məsələn, Y-ə onda ən böyüyünü verək də, 18-dən 6-ya bölünən ən böyük ədəd nə ola bilər? 6-nın özü. Y-ə 6 versəm, onda X-in 1 olacaq.
Burada da y6 versəm ortaqda axı z olur 3. Onda hesablasaq x1, y6, z3. Ən kiçiyimiz burada 10 olacaq. Keçirik 76 nömrəli məsələyə. Bərabər tərəfli LMN üçbucağının sahəsi, bir dənə bərabər tərəfli LMN üçbucağı çəkirik və bir də ABC üçbucağı. O da bərabər tərəfli üçbucaqdır. Və ABC-nin perimetrin 9 yerisi tərəfi 3 olacaq. Burada birinə S1 deyək, birinə S2 deyək. Deyək ki, element üçbucağının sayəsi, yəni S1, ABC-dən 16 dəfə böyükdür. 16 vurulsun S2. Bizdən LMN-in tərəfini soruşur. Yəni bir A yazaq bura. Bunun tərəfini soruşur. A bərabərdir sual. Bərabər tərəfi üçbucağının sayəsinin düsturu S bərabərdir A kvadrat kökdə 3 böl 4-dür. Yazaq. S1 bərabərdir. S2-nin əvəzinə yazıram 16 vurulsun. A kvadrat, yəni 3-ün kvadratı 9, kökdə 3 böl 4. 16 ilə 4-ü aparsaq olacaq, S1 olacaq 36 kökdə 3. S1-dən düsturu, yəni tərəfi A-dırsa, olacaq A kvadrat kökdə 3 böl 4 bərabərdir 36 kökdə 3-ə. Buradan kökdə 3-lər getdi. A kvadrat bərabərdir 144, A da olacaq tərəf 12. 77 nömrəli suala baxırıq. X bərabərdir 5 çıxılsın 2 kökdə 6. Y bərabərdir 5 üstəgəl 2 kökdə 6. Deməli, sürətdə hasili 5 çıx 2 kökdə 6, 5 üstəgəl 2 kökdə 6, məxrəcli cəm şəklində. Buradan 2 kökdə 6'lar gedir, məxrəcdə qalır 10. Sürətdə müxtəsər vurma düsturuna əsasən 5'i vururuq 5'ə 25, 2 kökdə 6'nı 2 kökdə 6'ya vuranda 24, 25 çıxısını 24, 1, yəni 10'da 1 eləyəcək. 78 nömrəli suala baxırıq. 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Hər gün birinci yeşikdən 3 kiloqram, ikinci yeşikdən 2 kiloqram qənd götürdülər və 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Deməli, birinci yeşik olsun X, ikinci olsun Y. Toplamda 50 kiloqram qənd var. Bu birinci. Bunu yazdıq. Hər gün birinci yeşik, bu 6 gün keçir axı. Onda hər gün 3 kilo götürürsə, 6 gün keçəndən sonra birinci yeşikdən X çıxılsın 18 götürəcək. İkincidən də 2 kiloqram götürürsə, 6 gün keçəndən sonra 12 kiloqram götürəcək. Onda bərabərdir Y çıxılsın 12. Axı deyir bərabərdir. Bunu sistem eləyəcək də. X çıxılsın Y buradan bərabər olacaq 6'ya. Gətirib sistem şəklində yazaq. Deməli, X üstəgəl Y 50. X çıxılsın Y bərabərdir 6. Bizdən burada birinci yeşik X'i soruşur. Toplamda toplayacağıq ki, X bərabərdir 56. X da bərabər olacaq 28 kiloqram. Keçirik 79 nömrəli məsələyə. Satıcı şarın birini 12 qəpiyə alıb 13 qəpiyə satır. Deməli, burada 3 qəpik qazanc olur, düzdür? 3 qəpik qazanır da bir dənəsindən. İndi mən nə qədər satsam, X sayda satsam, mənim satışım olurdu o. 100 dənə satsam, 3 vur 100 olacaq. 50 dənə satsam, 3 vur 50 olacaq. Ona görə X sayda bilmədiyimiz, yəni satışımız olacaq 3X. Və satış zamanı 5 şar partlayıb. 5 şar partlayıbsa 12 qəpiyə alır axı. 60 qəpik azalıb da, düzdür, ümumi satışdan. 3X çıxılsın 60'ı yazdıq bura. Bunu silin, buradan yer olsun. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edir. 6 manatdan çox gəlir əldə edirsə, artıq böyükdür yazırıq və burada qəpik ilə yazmalıyıq. Çünki bizə qəpiklə verilir. 1 manatda 100 qəpik var, 6 manatda 600 qəpik olacaq. 3x böyükdür 660, x da böyükdür 220. 220'dən böyük ilk nə olacaq? 221 dənə şar satıb. 80. Düzbucağı üçbucağın katetlərindən biri digərindən 2 cm böyük. Gəlin bunu harada yazar? Aşağıda yazıram buradan. Bunu siləyim. Deməli, bir dənə düzbucağı üçbucağı çəkirik. Katetlərindən biri digərindən 2 cm böyükdür. Tutaq ki, biri x-dir, biri də x+2'dir. Yəni, böyük üzərindən gedir. Biri digərindən 2 cm böyükdür. Aha. Və hipotenuzundan 2 cm kiçikdir. Əgər bu x+2 ən böyükdür və hipotenuzundan 2 cm kiçikdirsə, hipotenuz x+4 olmalıdır ki, həqiqətən də
2 santimetr kiçik olsun. Üzərinə 2 gəldik. Və buradan Pifaqor teoremini tətbiq edirik. X-in kvadratı üstə gəl. X plus 2-nin kvadratı bərabərdir X plus 4-ün kvadratı. İndi biz bunu açmalıyıq. X-in kvadratı üstə gəl. İkinci mötərizəni açırıq. X kvadratı üstə gəl 4x üstə gəl 4 bərabərdir. Digər tərəfi də açsaq, müxtəsərdən bildirikdir bunlar, düzdür? X kvadrat burada üstə gəl 4x üstə gəl 4 çıx 8x çıx 16 bərabərdir 0. X kvadrat çıx 4x çıx 12 bərabərdir 0. Köklər olacaq mənfi 2 ilə 6. Müsbətin götürəcəyik. X oldu 6. İndi məndən hipotenuzu soruşur. Hipotenuz nə qədərdir? X plus 4. Onda 6-nın üzərinə 4 gəlirəm. Bizim hipotenuzumuz oldu 10. Keçirik 81-ci suala. Sonuncu sual. İndi mən silirəm bunu yer olsun da. Deməli, şəkildə verilən fiqurda BC parçası mərkəzi O nöqtəsində olan yarımçevrənin diametridir. Göğsün uzunluğunu 4 pi verib. Göğsün uzunluğunu 4 pi veribsə, 2 pi ümumi çevrənin uzunluğudur. Bu yarım olduğuna görə 2 pi'nin yarısı. Yəni, bərabərdir 4 pi'yə. Yəni, pi bərabərdir 4 pi'yə. Buradan da pi'lər getdi. Radiusum oldu 4. Radiusum 4 isə O'dan B'yə qədər radius 4'dür. Onda burada 4'dür. A onu 6 verib, düzdür. Və buradan biz deməli sahəni soruşur. Ümumi sahəni soruşur. AB də AC bərabərdir. Sahəni soruşursa, onda mən S bərabərdir. Bu oturacağımız, üçbucağın oturacağı 4, 4, 8 vur 6 bölünsün 2. 24 bir tapdım bu üçbucaq. A, B, C'ni tapdım 24. Bir də mən nəyi tapmalıyam? Orada yarım qövs var. Yarım çevrənin deməli sahəsini tapmalıyıq. Yarım dairənin sahəsini tapmalıyıq. Ümumi dairənin sahəsi pi kvadratıdır. Yarım olduğuna görə pi kvadrat bölünsün 2 olacaq. Onda mən pi vurulsun r'in kvadratı. R'imiz 4'dür. 16 bölünsün 2 olacaq 8 pi. Onda bizim ümumi sahəmiz nə olacaq? 8 pi üstə gəl 24. Bu qədər. Sağ olun.